Yonca bitkisinin xəstəlik və zərərvericiləri. Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Yonca bitkisində müşahidə edilən xəstəlik və zərərvericilər bunlardır. Sarı ləkə. Bitkinin yarpaqlarının üzərində, bəzən gövdələrində sarı ləkələr əmələ gəlir. Hava şəraitindən asılı olaraq xəstəlik birinci və ikinci biçinlər üçün daha zərərlidir. Yoluxmuş bitkilərin otu qidalıq dəyərini, paxlalardan götürülmüş toxumlar isə öz səpin keyfiyyətini xeyli dərəcədə itirir. İlk cücərtilər əmələ gəldikdə xəstəliyin ilkin əlamətləri görünməyə başlayır. Ona görə də xəstəliyin ilkin əlamətləri aşkar olunan zaman 3%-li bordo məhlulunu çiləmə norması 12 kq hektar 400 litr su ilə qarışdıraraq çiləmə aparmaq lazımdır. Unnuşe. Bu xəstəliyi göbələklər törədir. Xəstəlik bitkilərin gövdə, budaq, yarpaq və saplaqlarını zədələyib, ağ keçəyə oxşar örtüklər əmələ gətirir. Unnuşe xəstəliyi ən çox isti havalarda daha sürətlə inkişaf edib, bitkilərə ziyan verir. Xəstəliyə tutulmuş bitkilərin yem keyfiyyəti aşağı düşür. Toxum tədarük etmək məqsədi ilə becərilən sahələrdə isə məhsuldarlıq azalır və dən keyfiyyətsiz olur. Xəstəliyə qarşı mübarizədə sahələrdən yoncanı tez biçməli, əkin üçün davamlı sortlar seçilməlidir. Toxumluq yonca sahəsi isə 2 dəfə kükürdlə tozlanmalı və ya 1%-li kolloid kükürd, yaxud 0,1%-li tiofanat metil tərkibli dərmanla çiləmə aparılmalıdır. Birinci kimyəvi mübarizədə xəstəliyin ilk simptomları hiss edildikdə, ikinci çiləmə 12-15 gün sonra təkrar edilməlidir. Yoncanın qonur ləkə xəstəliyi. Bu xəstəlik ən çox yonca bitkisinin ikinci ilindən sonra rast gəlinir. Xəstəliyə yoluxmuş bitkinin yarpaq, saplaq, gövdə və formalaşan paxlalarında kiçik ölçüdə tünd qonur və ya qara ləkələr əmələ gəlir. Ləkələr heç vaxt birləşmir. Bu zaman kimyəvi mübarizə tədbiri olaraq 1 kq penkanazol tərkibli dərman preparatını 600 litr suya qarışdırmaqla yonca sahəsində çiləmə aparmaq tövsiyə edilir. Fitanomus. Zərərverici böcək yoncalıqda, şaxta tutmayan yerlərdə, torpağın üst qatlarında, yaxud alaq otlarında qışlayır. Temperatur 12 dərəcə olduqda qışlama yerindən çıxır və noyabr ayından iyun ayınadək yumurta qoymağa davam edir. Kütləvi yumurta qoyuluşu mart-aprel aylarında baş verir. Fevral ayında yumurtadan sürfə çıxır və bu sürfələr mart ayınadək qidalanır. Onlar gövdənin ucuna doğru hərəkət edərək cavan yarpaqların və təpə tumurcuqlarının arasına girib onları gəmirir. Sürfələr tədricən böyüyür və yarpaqlarla qidalanır. Nəticədə bitkinin məhsulu azalır və keyfiyyəti aşağı düşür. Mübarizə tədbirləri. Zərərvericiyə qarşı bu aqrotexniki tədbirlər həyata keçirilməlidir. Yazda vegetasiyanın başlanğıcında yoncalıqlar ağır malalarla malalanmalıdır. Bu tədbir nəticəsində uzunburunun miqdarı kəskin surətdə azalır. Bitkinin böyümə və inkişafı sürətlənir. Bu da onun zərərvericiyə qarşı davamlılıq qabiliyyətini artırır. İmkan daxilində yonca dibdən biçilməlidir. Bitkilərin böyümə və inkişafını sürətləndirmək məqsədi ilə sahələrə üzvi və mineral gübrələr verilməlidir. Toxum üçün ikinci çalım yoncası saxlanılmalıdır. Çünki burada meyvə başlanğıcları sürfələrin əsas kütləsinin inkişafı tamamlandıqdan sonra başlayır. Yemlik yoncanın zərərvericilərinə qarşı mübarizə tədbirləri. Xüsusilə Fitanomus əleyhinə kimyəvi mübarizənin tətbiqi heyvanlar üçün təhlükəlidir. Əgər sahələrdə sürfələr məhsula və onun keyfiyyətinə təhlükə törədə biləcək miqdarda müşahidə edilərsə, bu zaman həmin sahələrin vaxtından əvvəl biçilməsi məsləhətdir. Bu biçin yaşıl yem kütləsini saxlamaq məqsədi ilə aparılır. Burada bitkinin sıxlığı, Fitanomus sürfəsinin miqdarı, yaşı və hava şəraiti nəzərə alınmalıdır. Müəyyən edilmişdir ki, bitkiləri vaxtından əvvəl biçdikdə həm zərərverici bitkini az zədələyir, həm də özləri qidalana bilmədikləri üçün məhv olurlar. Vaxtından əvvəl biçin qısa müddətdə aparılmalı, biçilmiş yem tez qurudulmalı və daşınmalıdır. Biçilmiş sahədə
diri qalmış sürfə və böcəklərlə mübarizə tədbiri kimi 1,5 litr xlorpirifos etil tərkibli dərmanı 300 litr suya qarışdırmaqla çiləmə aparılması tövsiyə olunur.